İnsan ancaq və ancaq namazlarını hər gün, sübh, günorta, axşam vaxtında qılmağa diqqət edirsə, o hər yerə çatar, hər bir məqama çatar. Dedilər, diqqətlə qılmaq, dedi, xeyr, sadəcə vaxtında qılmağı davamlı eləsin, qalan şey düzələr, sonra diqqətli olar, hər şey olar. Sadəcə namazlarını düz azan vaxtında qılsa, bir il məsələn belə eləsə, artıq görərsən ki, keyfiyyəti də dəyişir. Yəni, o vaxtında qılmaq bəs eləyir insana. Din haqqında ən böyük insafsızlıq budur ki, din adama bədbəxtçilikdən nicat vermək üçün gəlib. Din susuzluğu aradan aparmaq üçün bir qurtum su deyil, din okeandır ki, ora gərək baş vurasan. Gərək onun dərinliklərinə, deyir, dinin dərinə getmə. Dərinə getmə yalan sözdür, səhv sözdür. İfrata getmə, bəli, ifrata getmə. İfrat başqa şeydir, dinin dərini başqa şey. İfrat, bəli, yəni səhv getmə. Səhv getdinsə səhvdir, yolun səhvdir. Düz gedirsənsə, nə qədər dərinə gedirsənsə get, nə özünə ziyan var, nə başqasına, əksinə böyük faydalar var. Din insanı bir sonsuz yola aparmaq üçündür, nəhayətsiz yola. Din çox yüksək dərəcələri düşünən insanlar üçündür. Təəssüf ki, çoxu istəmir o zirvəyə ucalsın. Bizim çoxumuz bir ömür halalla haramın sərhəddində qalmışıq. Hər an haramla halalın arasında dayanmışıq. Bizim dindarlığımızın son həddidir. Ona görə də başqaları bizim dinimizə az cəzbə olunur. Çünki bizim çoxumuz halal-haram sərhəddində olar, bizə baxır, cazibəli bir şey görmür bu dində. Bəzilərinin məntiqi budur ki, xarab olmayın, bəsimdir. Böyle düşünür ki, din bütün əzəməti ilə ona görə göndərilib ki, insan bədbəxt olmasın, bəsdir. İnsan bədbəxt olmasın, bəsdir. İmam Zaman əleyhissalamın dövrünü ki, biz səbirsizliklə gözləyirik və elə gözləməliyik də, o dövrün başlıca xüsusiyyəti budur ki, o dövr uca zirvə üçün müsabiqədir. O dövrdə insanlar qabağa keçmək üçün mənəviyyatda müsabiqəyə çıxacaqlar. İmam Zaman dövrü pislə yaxşı arasında seçim etmək dövrü yox, yaxşı ilə daha yaxşı arasında seçim etmək dövrüdür. Yaxşı ilə daha yaxşı arasında seçim etmək üçün dünyaya gəlmişik. Bu ayəni xatırlayırsınız. Əl-ləzi xaləqəl məvtə vəl-həyat liyəbluvakum əyyukum əhsənu əməla. Siz Allah bu ayənin üzərində düşünün. Allah ölüm və həyatı yaratdı ki, görsün hansınız daha yaxşı əməl sahibisiz. Demir görsün kim yaxşıdır, kim pis. Pisdən söhbət getmir ümumiyyətlə. Pis İlkin mərhələdir. Ondan qurtul, get daha yaxşıya doğru, daha yaxşıya doğru. Mövzu yaxşı ilə daha yaxşıdır. Əhsən və əməla. Kim daha yaxşı əməl sahibidir? Müsabiqədə iştirak eləyəsən ki, medal qazanasan. Din bunu istəyir. Yoxsa ki, elə müsabiqədə iştirak elədin, bəsimdir. Bəzi komandalar olur, gəlir çempionatda elə iştirak eləsə bəsləridir. Biz həmin o komandalara bənzirik. Elə bura çıxmışamsa, Allaha min şükür. Amma bəziləri deyir, birinci yer uğrunda çalışmalıyam. Din, bax, o birinci yerə dəvət edir hamını. Müsabiqəyə dəvət edir. Amma çoxumuz dindən minimum istifadə edirik. Ki, bizə bədbəxtçilikdən nicat versin. Nəticədə nə olur? Nəticədə belə adamlar çıxır ortaya və çoxdur elə adamlar. Deyir ki, ümumiyyətlə, din kəhər bədbəxtçilikdən nicat tapmaq üçün göndərilib, onda bədbəxt olmamaq üçün din də lazım deyil o qədər. Mən elə onsuz da oğurluq eləmirəm, yalan danışmıram, qeybət eləmirəm, ev yıxmıram, da dini neynirəm mən? Da dini neynirəm? Din bunun üçündürsə, mən dinsiz bu şeylərə gedib çatıram. Haqqı var bu sözü demək, bəli, haqlı danışır bu adam. Dinin son məqsədi budur ki, cəmaat oğurluq eləməsin, cəmaat qeybət eləməsin, yalan danışmasın, başqasının namusuna sataşmasın. Budursa, biri dinsiz gedir o məqsədə çatır da dini neynir? Məntiqi var onun. Mən haqq verirəm o insanlara. Dini belə tanıtdırmışıq deyə deyir, dinsiz də buna çatmaq mümkündür. Mən sizə bunu keçmişdə demişəm, Yaponiyadan bir şəxs gəlmişdi, görüşmüşdü onunla. Özü də İslamı qəbul edib, Yapondur, din xadimi idi, yəni
Nəcəfdə oxuyub, ərəb, fars dillərini, türk dilini bilir, Azərbaycan dilində sərbəst danışır. Çox istedadlı bir adamdır. O yaxşı, maraqlı söz danışırdı. Deyirdi ki, məsələn, Yaponlara deyəsən qeybət eləmə, onlar gülərlər adama. Bizdə qeybət yoxdur ki. Adam adamın qeybətini eləyər. Yaponlara deyəsən ki, ata-anaya hörmət elə, haqqı valideyn olma, deyir, o bizim ağlımızın ucundan keçmir. Al, bazarlıq elə, qoy küçənin ortasında, get, 3 saatdan sonra gəl, orada qalır. Deyəsən, oğurluq eləmə, deyərlər, mənə təhqir edirsən. Bunlara necə din təbliğ eləsən? Bunlar dinsiz gəlib bu məqsədə çatıb da. Dinin məqsədi budursa, deyim, mən elə öz dinimlə gəlib, dinsiz də gəlib bu məqsədə çata bilirəm. Din bütün bunları müqəddimə hesab edir. Bunlar yolun müqəddiməsidir. Bu dinin məqsədi deyil. Əl-ləzi xaləqəl məvtə vəl-həyat liyəbluvakum əyyukum əhsənu əməla. Din zirvəyə çağırır insanı. Daha yaxşı olmağa doğru çağırır. İnsan buna görə yaranmayıb ki, yaxşı adam olsun. Yaxşı adam olmaq dinin əlifbasıdır, birinci addımıdır. Din istəyir ki, insan mələkləri vurub keçsin. Din istəyir ki, insan tamamilə fərqli bir varlığa çevrilsin. O, biyoloji baxımdan insandır. Amma ruhu hansı dərəcədədir, hansı səviyyədədir, ruhdan ibarətdir bu insan. Din istəyir bu zirvələrə insanı çatdırsın. Yoxsa ki, din yaxşıdır da, cavanlar narkoman olmur, pis adətlərdən azad olur, filan olur. Din budur yəni. O qədər narkoman olmayan, vicdanlı, namuslu, işində dəqiq, ağıllı, mədəni insanlar var. O insanlar da deyir ki, içib özünü aparanlara halaldır. Elə deyirlər axı, içib özünü aparanlara halaldır. Çünki yaxşı insan olmaqdır, kiməsə ziyan vurmamaqdırsa məqsəd. Mən elə içsəm də heç kəsə ziyan vurmuram, heç nə eləmirəm. Ona görə mənim üçün halaldır. Şəriət də düzəldiblər ki, Peyğəmbər yol gedirdi, gördü, içirlər dedi. Necə dedi, onu siz bilərsiniz bəlkə də. Dedi ki, nuş olsun, nuş olsun dedi. O qaydanda dedi ki, gördü dalaşırlar, dedi, haram olsun sizə. Yəni, məqsəd, nəticə budur ki, ictihadın nəticəsidir bu. Ki, deməli, içib özünü aparanlara halaldır. Bu insanların bu sözü deməyə haqqı var. Çünki biz elə bilmişik ki, din insanı 5-10 dənə pis işlərdən qurtarmaq üçündür. Bu insan da deyir, mən pis iş görmürəm ki, kimə nə ziyanım dəyir. Amma din insana ali hədəf müəyyən eləmək üçün gəlib. Din insanı hərəkətə gətirmək üçün gəlib. Elə bir hədəf müəyyən eləyir insana ki, insanın bütün hüceyrələri hərəkətə gəlsin. Bütün varlığı ilə o hədəfə bağlı olsun. O hədəf onu həyəcana gətirsin, onu şövqə gətirsin, onun həyatına məna qatsın. Yoxsa cəmaata deyilən, yaxşı adam olun. Maraqlı deyil cəmaatda bu sözlər. Yorulublar bu sözlərdən. Elə hamı deyir, yaxşı adam olun, yaxşı olun. Mən də çıxım minbərdən deyim, yaxşı olun. Qulaq asınlar, rəsmimə əhsən, əla danışdı. Amma həyəcana gəlmir. O nəsihətlərdən insanlar yorulub. Yaxşı adam olun. Oğurluq eləməyin, cəmaatın namusuna sataşmayın. Dində bu hökmlər var, yenə də deyirəm, ibtidai məsələlərdir, ilk addımlardır. Bütün ağsaqqallar cavanlara deyir ki, ay bala, çalış ki, cəmaata yaxşılıq elə, filan elə, yaxşı adam ol. Din də gəlsin bunu desin, hamı deyir, heç kəsə də təsiri yoxdur. Çünki həyəcana gətirə bilmir adamı. Bir gənc insanı sən nə qədər nəsiyyət eləyəcəksən ki, yaxşı adam ol. Ona elə bir hədəf göstər ki, od düşsün canına, od düşsün, onu hərəkətə gətirsin. Onun dincliyini, müsbət mənada, rahatlığını, dincliyini əlindən alsın. Elə bir zirvəyə çağırır din ki, baxanda göz qamaşdırır, həyəcana gətirir. İnsanın bütün varlığını həyəcana gətirir. Bir də deyirəm, xırda zərrəsindən tutmuş bütün bədən hüceyrələrini hərəkətə gətirir.